Salam herkese. Bugün biz birinci grup qəbul suallarını işləyəcəyik. Birinci sualda soruşulur ki, madde natrium ortofosfat verilib, natrium hidroortofosfat verilib, natrium dihidroortofosfat verilib. Natrium hidroortofosfat nədir? Natrium ortofosfatın formulunu biz yaza bilərik. Natrium 3PO4 natrium hidroortofosfatı yaza bilərik. Natrium 2 HPO4 hidro olduğu için bir dənə deyil və natrium dihidroortofosfat isə dihidro ilə belə formada yaza bilərik ki, PO4'lər hamısında eynidir. Potom bizə lazımdır ki, hansı isə bura qədər olan isə hansında böyükdür. Təbii ki, hansının natrium çoxdursa, onun nisbi atom kütləsi daha çox olacaq. Ona görə bu daha böyük olacaq, X daha böyük, daha sonra Y, daha sonra ise Z. Bu şekilde olacaktı. Z. İkinci sualımız. Hansı reaksiyaları təzyiqin dəyişməsi kimyəvi tarazlığa təsir etmir? Hansılarda təsir etmirdi? Əgər əmsalları nəzərə almaqla, təzyiq yalnız qaz halında olan maddələrə təsir edir. Əmsalları nəzərə almaqla sağ tərəf sol tərəfə bərabər olmalıdır. 3 var burada, 2, 1. 3 bu tərəfdədir. 2 bu tərəfdə. Deməli, bu təsir göstərəcək. Bizə təsir göstərməyən lazımdır. Təsir etmir yazılıbdır. İkincisində bərk halda nəzərə almırıq. 4'dür. Bərk halda nəzərə almırıq. 4'dür. Deməli, burada təsir göstərmir. Çünki sağ-sol tərəf bərabərdir. Üçüncüsündə bərkdir, təsir göstərmir. 1, bu tərəfdə 1. Təsir göstərmir. Deməli, dördüncüsündə 1 bu, 3 bu, 4. 4'ün 2'ye. Deməli, neyiniyir? Təsir göstərir və bu tərəfə, az olan tərəfə gedəcəkdir. Beşincisində 2 bu, 2 bu təsir göstərməyəcəkdir. Altıncısında 2 bu, 2 də bu. Deməli, neyinəcək? Təsir göstərməyəcək. Cavab olacaq 2, 5, 6. Üçüncü misalımız, çalışmamız. Hansı maddələrin molekulunda uyğun orbitalların örtülməsinə əmələ gələn kovalent rabitələr var? Deməli, bu örtük S-dir. S variantları baxanda hansıdadır? Ya A variant, Y variantı, hidrogen. Hidrogenin formulu çünki 1S1'dir. Bu ikincisi hibridləşmədir. Hibridləşmə deməli üzvü maddələrdə olur. Ya A ya Y idi. Deməli Y variantına uyğun gələcəkdir. Çünki karbon P'dir. 6 sıra nömrəsi 1S2, 2S2, 2P, 2 şəkli P elementidir. Hidrogenimiz də bildirdik ki 1SS elementi olduğu üçün bu karbon, bu hidrogen birləşib hibridləşmə əmələ gətiribdir. CH4. Təbii ki, bu da PP örtülmədir. Bu da xlora uyğun gəlir. Xlorda sıra nömrəsi 17, 3S2, 3P5 şəklində P elementidir. P orbitalların örtülməsindən əmələ gəlir. Dördüncüsü, normal şəraitdə 60 litr amoniakın tam katalitik oksidləşməsi üçün neçə litr oksigen sərf olunur? Tak, amoniakın katalik oksidləşməsinin NH3 üstə gələk O2 əmələ gələcək katalitik oksidləşmədə platinnəndir. NO üstə gələk su. Bərabərləşdir. 4, 5, bu da 4, 4 3'dən 6. Deməli, necə yazacağıq biz? Səndən soruşulur ki 60 litr amoniakın. Buraya yazırıq 60 litr. 60 litr X litr oksigen sərf olunur. Amma 4'ə 5'dir. Reaksiya tənliyimizdə görürük. 4 mol reaksiya girən 5 moldur. Yəni 4 vur 22 onda 4'ə. 5 vur 22 onda 4'dür. Bunlar ixtisar keçir. Onsuz da buradan yazmağa ehtiyac olmayacaq. Ona görə bunu da həll edəndə 5 vur 60 böl 4 şəklində yazırıq. Bu da eləyəcək cavab 125. Daha doğrusu 5 vur 60 300. 300 de bölək 4 eləyəcək 75. Beşinci sualımız. Kalsiumun hidrogen xloridlə reaksiyanın tənliyində hidrogen xloridin əmsalını müəyyən edin. Yaza bilərik kalsiuma hidrogeni xlor 2 olanda sağ-sol tərəflər bərabərləşdi hamısında. Deməli, hidrogen xloridin əmsalı olacaq neçə? 2A variantına uyğundur. Duzların suda məhlullarında hansı mühit yaranar? Natrium
Əgər Qələvi hissəsi, əsas hissəsi qüvvətli, turşu hissəsi də qüvvətlidirsə, qüvvətli turşunun turşu qalıqdır. Bu da qüvvətli metal olduğu üçün, deməli onda mühit neytral olacaqdır. Qüvvətli turşu qalıqıdır, zəif əsas hissə zəifdir. Onda deməli mühit necə olacaq? Təbii ki, qüvvətli olanın ab-havası yayılır. Ona görə olacaq turş mühit, neytral turş C variantı. Üçüncüsündə isə Qələvi hissəsi qüvvətli, turşu qalığı hissəsi isə zəif olduğu üçün, deməli qüvvətlinin mühiti olduğu üçün deməli olacaq necə Qələvi mühit. Deməli birinci neytral turş Qələvi. Hidroliz olunanda deməli hidroliz zəif tərəfə gedir. Mühitə isə qüvvətli tərəfə baxırıq. 7-ci sual. 300 qram suda 80 qram xörək duzu həll edildi. Alınmış məhlulda xörək duzunun kütlə payını hesablayın. 300 qram suda 80 qram demək kütlə payı düsturumuz nədir? Omega bərabərdir həll olan bölünmüş məhlula. Məhlula. Bu da olacaq, yəni 80 qram həll olundu 320 qram suda. Məhlulumuz nədir? Su plus həll olan. Yəni 320 plus 80. Bu da alındı 80 bölək 400 vuraq 100. O da eləyəcək 20%. Aydındır, deməli birinci məhlulu tapırıq. Məhlulumuz nədir? M məhlul bərabərdir M həll olan üstəgəl M həll ediciyə. Bu məhlul düsturumuzdur. Duzun kütlə payı düsturu isə omega bərabər M həll olan bölünmüş M məhlul. Yəni 80 bölünmüş məhlulumuz burada nə olur? Deməli 80 üstəgələk 320, yəni 400 eləyəcəkdir. 80 bölüm 400-ə vurdum 100-ə. Təbii ki, burada 100 də var. 8-incisi, maddə verilib, mol sayı verilib, həcmi verilib, X və Y hesablayın. Maddəmiz N2-dir. N2-nin kütləsi 42 verilibdir. Normalda N2-miz neçədir? 28. Yəni nisbi atom kütlə, molekul kütləsi şeydən hesablayanda sıra nömrəsi 14-dür. N2 şəklində da 28-dir. Təqdə mol sayı necə olacaq? 42 bölünmüş 28. Bu da eləyəcəkdir neçə? 1/5. Həcmi də 1/5 vurulmuş 22/4 hesablamaq üçün. Deməli, molu tapmaq üçün M-i bölürük. Nü bərabərdir. M bölünmüş böyük M, yəni MR. Bu moludur. Həcmi tapmaq üçün də nə edirik? Molu vururuq. 1 mol həcmi, yəni 1/5 hissəyə. Onu 22/4-ü vurub tapırıq. Bu da eləyəcək nə? 33/6 cavab eləyəcək D variantı. 9-uncusu, magnezium oksidən magneziumun kütlə payını hesablayın. Magneziumun oksidinin formulu budur. İkisi də ekvivalentlidir, formulu budur. Magneziumun kütlə payı. Magneziumun kütləsini hesablayın. Kütlə payını hesablamaq üçün omega magneziumun bərabərdir Al magnezium deyək də, magnezium bölünmüş ümumi MR, yəni magnezium O-ya. Bu da bərabər magnezium kütlə payı. Magnezium neçədir? 24. MR-imiz neçə olacaqdır? 24 üstəgəl 16. 24 üstəgəl 16. 16. Bu da neçədir? Deməli 30, 40. Bölürük 40-a, vururuq 100-ə. Zar getdi 60%. Deməli cavabımız 60. 10-cu, hansı reaksiyalarda 2 qat duz alınır? 2 qat duzun alınması üçün turşu ilə deməli 2 dənə Qələvi reaksiya getməlidir. Burada alacaq, məsəl üçün 2 turşu qalığıdırsa, deməli qarışıq duz. 2 qat duz alınacaq, 2 moldur. Belə 2 əsaslıdır. 2 dənə ayrı-ayrı Qələvi ilə reaksiya getdiyinə 2 qat duz burada alınacaq cavab. Üçüncüsündə təbii ki, normal duz alınacaq. Dördüncüsündə desə kalsium sulfat, natrium xlorid alınacaq. Kalsium sulfat burada yaxşı həll olunur. Keçdik 11-ci suala. Brom elementinin atomunda olan elektron və neytronların sayını müəyyən edin. Bura protondur. Bura AR. Neytron buradır. Bizdə nəyə soruşulur? Elektron və neytron sayı. Neytron sayı necə olacaq? 80/35, yəni 45. 45. Elektron da təbii ki elementidirsə proton bərabərdir elektrona.
Neutron AR çıxaq nədir? AR çıxaq proton sayı. Proton elektrona bərabərsə 35 elektron olacaq. Neutron da neçə olacaq? 45. Mürəkkəb maddə verilibdir bizə. Reaksiya tənlikləri, əmələ gələn mürəkkəb maddənin əmələ gəlmə istiliyini hesablayın. Gəlin hesablayaq. Mürəkkəb maddə budur. 2 moldur. Demək 2 mola 3200-dür. Bizdə əmələ gəlmə istiliyi 1 mol maddənin əmələ gəlməsi zamanıdır. 3200 bölürük 2-yə. Alınacaq neçə? 1600. 1600 hansında? Deməli 3-ə A variantı gedir. Sonra B-yə baxsaq, mürəkkəb maddəmiz 2 mol, 1300, 2 mola 1300 isə 1 molun əmələ gəlməsi lazımdır. 1300 böləcək 2-yə. Neçə eləyəcək? 650. B bura getdi. Üçüncüsünə, mürəkkəb maddə 2 moldur. 2 mola 3000 isə 1 mola 1500-dür. C getdi bura. D variantı. Mürəkkəb maddəmiz 1 moldur. 1 mola 288 heç birisinə getmir. 1 molumuz 400-də heç birindən getmir. 13-cü sual. Nə deyilir 13-cü sualda? Bu belə birləşmə verilir və sonra deyilir ki, artıq miqdarda götürülmüş su ilə tam reaksiyaya daxil olan maddənin hər birinin miqdarı 1 mol olarsa, alınan hidrogenin həcmini hesablayın. Deməli, artıq miqdarda su artıq miqdardadır. Tam reaksiyaya daxil olan maddələrin hər birinin miqdarı 1 moldur. Bunlar isə 1 moldur. Kalsiumun, yəni su H2O. Üstəgəl kalsium gələndə nə alınacaq? Aktiv metallarda qələvi alınır. OH2 üstəgələk nə? Hidrogen. Natrium OH-la natrium OH deyil də natrium hidritdir. Natrium hidritlə su əmələ gələcək. Natrium OH üstəgələk H2. Burada isə yenə də natriumla reaksiyasında əmələ gələcək natrium OH üstəgələk H2. Belə. İndi gəlin bərabərləşdirək. Kalsium üstəgələk su. Kalsium üstəgələk su. Kalsium OH2 elədik. Sağ-sol tərəflərini bərabərləşdirək. Deməli, artıq hər bir maddələrin birinin miqdarını 1 mol verib hidrogen həcmini tapan. Burada olanda 1 mol reaksiya girəndə 1 mol ayrılır. 22.4. İkincisində. Birincisində su ilə burada 2 mol girəndə 1 mol ayrılıbsa, 1 mol girəndə deməli 0.5 mol ayrılacaq. Deməli 11.2 ayrılacaq. Bu reaksiyada isə 1-ə 1 gedir elə. 1 mol reaksiya girəndə 22.4 ayrılacaqdır. 14-cü sual. Sıxlığı 1,25 qram bölmüş litr olan alkenin hidrogenləşmə məhsulunun molyar kütləsini hesablayın. Təbii ki, alkenlər hidrogenləşdə CN, H2N, üstəgələk H2, alkan əmələ gəlir. CN, H2N plus 2. Sıxlığı 1,25 verilibdir. Gəlin bunun qramını tapaq. 1,25 vuracaq 22.4 alınacaq neçə? Burada 28 alınacaqdır. Alkenin hidrogenləşmə məhsulunu deməli bu alkenimizdir. 28, yəni etilənimizdir. Yəni C2H4 üstəgələk H2. C2H6 alınır. 28 üstəgələk 2 hidrogen artdısa olacaq neçə? 30. Çünki əvvəl bunun 28-dir. Tam hidrogenləşdi. Alkenlərdir. Bunlar təbii ki, alken. Yalnız bir dənə H2 uda bilir. Bir üstünə bir dənə H2 gələ bilir. Bir dənə H2 gələndə bir dənə H2-nin 2-dir. Kütləsi 28 üstünə 2 gələndə 30 eləyəcək. Cavab da D variantına uyğun gəlir. 15-incisi. 212 qram natrium 2 karbonatın xlorid turşu ilə reaksiyasından alınan karbon qazının kütləsi 112 litr hidrogen kütləsindən neçə dəfə çoxdur? Natrium karbonatının xlorid turşu ilə reaksiyasını yazaq əvvəlcə. Natrium 2CO3-ün hidrogen xloridlə reaksiyası alınacaq elə 2 mol natrium xlor üstəgələk H2O üstəgələk CO2. 106 qram reaksiya girəndə deməli 212 106 reaksiya girəndə 44 ayrılıb.
212-dən də alınacaq. Deməli, nə? 88 alınır onda. İndi bizə deyir 112 litr hidrogenin kütləsindən neçə dəfə çoxdur? 112 litr hidrogenin kütləsi nə qədərdir? 22.4 litr hidrogenin kütləsi 2-dirsə, bəs 112-ninki neçədir? O da eləcə 10. Deməli, 88 10-dan 8.8 dəfə çoxdur.